Prezident Məsud Pezeşkiyan. Mənə elə gəlir ki, Molla rejimi İranı, burada belə bir şey var, Molla rejimi tək özünü düşünsə hər şeyi itirəcək. Amma İranı düşünsə, heç olmasa müəyyən qazanır. Əgər İranı düşünəcəksə Molla rejimi, yəni təəssüflər olsun ki, bundan başqa çıxış yolu yoxdur. İranın dağılması, Pezeşkiyan bugün İranda seçki yolu ilə hakimiyyətə gələn yeganə adamdır. Yəni, sabah qərb, belə deyək, Molla rejiminə deyə bilər ki, biz sizdən danışıqlara oturmuruq. Amma Pezeşkiyanla oturmaq zorundadır. Çünki Pezeşkiyanı xalq seçib, üstəlik Pezeşkiyanın seçilməsində qeyri-fars xalqların da səsi var orada. Yəni, Pezeşkiyan bugün, belə deyək, bütün tərəfləri təmsil olunduğu İranı təmsil eləyir. Molla rejimi keçid mərhələ Pezeşkiyana mənə elə gəlir ki, hakimiyyəti ötürməlidir. Pezeşkiyan da bundan sonra islahatlara başlamalıdır. Siz dediniz, çox üzr istəyirəm, dediniz, Xarici Naziri bəyanat verir ki, danışıqlara, Qərbin istədiyi əslində danışıq nədir? İstədiyi danışıq odur ki, demokratikləşmə olsun. Biz də bəli, bugün istəmirik ki, Amerika əsgəri İrana gəlsin. Çünki Allah eləməmiş, o gəlsə nələrin olacağını biz